Allah bağışlayanları mərhəmət göstərib, axmaqların səhvlərini görməzdən gələnləri daha çox mühakimə edəcək. Çünki axmaqların səhvi çox bağışlananda alçağa çevrilirlər. Doğrunu görən və buna görə davranmayan adam isə əsas məsuliyyəti daşıyır. Və onu da deməliyəm ki, həyatda səhv edən istənilən adam cəzasını mütləq almalıdır. Hətta Allah belə kimsə bağışlayanda mütləq şəkildə o səhvin cəzasını ya bir savabın silinməsi, yaxud da bir xırda zərərlə çıxır. Yəni, əvəzini çıxmamış bağışlamır. Yəni, bağışlasa belə əvəzini yenə də çıxacaq. Amma siz belə deyilsiniz. Sizin mərhəmətiniz vəziyyəti daha bərbad hala gətirir. Hər səhvə görə cəza verməmək olmazsa olmaz bir şeydir. Hər kəs günahının bədəlini ödəməlidir. Doğru insanlar cəza almazlar. Çünki onlar etdiklərinə, danışdıqlarına diqqət eləyərlər. Kim cəza alırsa demək buna layiqdir. Və onu da deməliyəm ki, siz mərhəməti layiq olan insana yox, həmişə çıxarınıza görə etmişsiniz və yaxud da kiməsə ürəyiniz yanıb, sadəcə cavab verməyə ürəyiniz gəlməyib deyə cəza kəsməmsiniz. Çünki yazığınız gəlib. Əgər kiməsə yazığınız gəlibsə, demək siz o insana heç mərhəmət göstərməmsiniz. Çünki kiməsə yazıq gözü ilə baxmağın özü belə təhqirdir. Yəni, əslində siz mərhəmət etmirsiniz. Sizin kiməsə yazığınız gələndə belə bunu o adam üçün yox, sırf öz ürəyiniz ağrıyıb pis olmayasınız deyə etmişsiniz. Əgər məndən soruşsanız ki, yazıq olmaq nədir? Deyərdim, qəbirdə ölü olmaq ondan daha yaxşıdır. Məndən çox başqalarına rəhm etdirən bəlkə də ikinci bir varlıq yoxdur, elə yoxdur da. Mən həmişə kimsə həddini aşanda dedim ki, etmə, eləmə, yazıqdır, yazıqdır. Amma bunu həmişə yazıqlıq hissi üzərindən elədim. Çünki yazıqlıqdan gələn rəhm əslində doğru deyildi. Əgər sizin vicdanınız biraz daha möhkəm olsaydı, yəni yazığınız gəlməsəydi, sizin necə bir iblis olacağınız ortaya çıxardı. Yazığınızın gəlməsi duyğusu sizi adam kimi göstərir. Hansı ki, bu yazıqlıq hissi əslində ədalətdən, haqdan gəlmir. Siz bir kəsə rəhm eləyəndə deyirsiniz ki, mənim ona yazığım gəldi. Mən isə sizdən soruşuram, bəs yazığın gəlməsəydi nə edəcəkdin? Yazığın gəlirsə, demək sən zəifsən, sənin vicdanın hələ bərkiməyib. Ürək ağrısından irəli gələn rəhim əslində insanın Allah bəndəsi olması demək deyil ki, bu sadəcə daxili ağrıdan qurtulmaq cəhdidir. Allah isə sizdən həqiqi ədalət və doğru mərhəmət istəyir. Əgər ürək ağrısı ilə başqalarına rəhm edirsənsə, demək həddindən artıq qəzəbli halda da istənilən qələti eləyə bilərsən. Amma ağılla rəhm etsəydin, qəzəbli anda da o qələti etməzdin. Çünki qəlb ağrısından gələn rəhmin müddəti qəzəbli hala qədərdir. Ürək ağrısı ilə edilən rəhim qeyri-düzgün olduğundan bu mərhəmətdən namərdlər də həmişə fayda götürür. Ürək ağrısı ucbatından neçə-neçə namərd sağ qaldı. Ona görə də siz ürəyiniz ağrıdığı üçün, neçə-neçə alçağa rəhm etdiyiniz üçün Allah sizdən də hesab soruşacaq. Mənəm sizin gözünüzü qaraldıb bir alçağa cəza kəsmək istəyən, siz gözünüzü qaraldıb bir alçağa cəza kəsmək istəyəndə gəlib sizə ürək ağrısı, vicdan ağrısı ilə hədə gələn mənə lazım olan o alçağın o şillədən qurtulması idi. Və onu da deməliyəm ki, ürək ağrısı ilə edilən rəhim sonradan sizdə elə bir təkəbbür yaradır ki, o adam bir də sizə qarşı səhv etsə, sizin verəcəyiniz cavab birinci rəhminizi boş və mənasız eləyir. Mən insanlar dava edəndə birinci dəfə onları barışdırıram ki, ikinci dəfə daha güclü cavab versinlər. Çünki sizin o yazığı gəlmək limitiniz bitəndə alçağa çevrilirsiniz. Yaxşı insan yanındakının yazıq olacaq vəziyyətə düşməsinə imkan verməz. Kiməsə yazığınız gəlibsə, demək onun ən pis məqama gəlib çatmasına ya şahidlik, ya da səbəbkar olmusunuz. Yaxşı adam heç vaxt qarşısındakının onun öz ürəyi ağrıyacaq vəziyyətə düşməsinə razı olmaz, buna imkan verməz. Demək, siz birinin tam dibə çökməyini görməyincə insafa gəlmirsiniz. İnsanın qarşısındakına o vaxt yazığı gəlir ki, o vicdanının son tutumuna həddinə qədər zalımlıq eləyir ya da şahidlik eləyir. Həqiqi vicdanlı adam ürəyi ağrıyacaq qədər irəli getmir. Hər şeyi lap əvvəldən öz qaydasında, öz normativində saxlamağa çalışır. İnsanların heç kəsə yazığı gəlmir əslində. İnsanın yazığının gəlib gəlməməsi nəyi necə qəbul etdiyinə bağlıdır və o cümlədən insanın kiməsə ürəyi ağrıyırsa, yazığı gəlirsə, üzünü çevirib hər şeyin bitməsini də gözləyən bir alçaqdır. Sonra yenidən həmin yerə baxar. Və belə deyək ki, hər kəs quzu ətini sevir, amma heç kəs kəsilən quzunun boğazının necə üzüldüyünə baxmaq istəmir. Kəsim vaxtı qəssabdan başqa hamı üzünü çevirir, amma yeyəndə dadını çox tərifləyirsiniz. Məsələ bundadır ki, hər gün kifayət qədər insan sınır. Siz sınanların necə əzab çəkdiyini bilmirsiniz, bilmək də istəmirsiniz. Amma söhbət əzabdan düşəndə hamı bir sözü deyir. Heç kəs mənim yerimdə ola bilməz.
Və onu da deməliyəm ki, mən bir iblisəm. Mən insan əzab çəkəndə onun iliyinin necə donduğunu, göynədiyini bilirəm və sizə insan psixologiyasını sökən bir varlıq kimi də ona da deyərəm ki, əzabın ən şiddətli məqamında qurban daha qorxmur. Çünki ən güclü əzab çəkmək potensialını üstələyir. Quzu yerə yıxılana qədər qorxur, əzab çəkir. Bıçaq xirtləyə toxunanda isə əzab bitir artıq. Bıçaq kəsdikcə qorxu qalmır. Yəni özünü cırıb dağıdanların çoxu o qədər də güclü əzab çəkmədikləri üçün hələ fəryad qopara biləcək əhvaldadırlar və sadəcə diqqət çəkirlər. Mən əzab çəkən adamların yanında olmuşam. İnsan qorxduğu bir şeyin başına gələcəyindən qorxar. Amma o qorxduğu şey başına gələndə artıq o qədər də qorxmaz. Çünki artıq itirdi. Əslində o qorxduğu şeyin özündən daha çox o şeyin başına gələrsə itirəcəyi rahatlığının yoxluğundan qorxurdu. Qorxduğu şey başına gələndə yenə də qorxursa, demək hələ bir ümid işığı var. Yəni düşdüyü vəziyyətlə mübarizə apara bilər. Məhz bir çox hallarda insanlar qorxduqları şey başlarına gələndə tam rahatlaşmaq üçün mübarizə aparmaq yerinə sadəcə geri çəkilirlər. Çünki qorxduqları şey başlarına gələndə bir xeyli də rahatlaşırlar axı. Adətən mərd adam əgər mübarizə imkanı varsa tam gücü ilə vuruşub özünü qurtarmağa çalışar. Tənbəllər isə yerdə qalan o kiçik mübarizəni də buraxıb tam rahat olmaq üçün geri çəkilər və sadəcə o sakitliyi istəyər.